Bacısını və anasını döydüyü üçün atasının 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin cinayət üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar Bakı Ərazilər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədri ilə keçirilən prosesdə elan edilib. Daha sonra ittiham nitqi ilə çıxış etmək üçün söz dövlət ittihamçısı İsmayıl Cavadlıya verilib. Prokuror məhkəməyə Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Təqsirləndirilən şəxsin vəkili Azər Hüseynli isə məhkəmədən çıxış üçün vaxt istədiyinə görə növbəti proses sentyabrın 2-sinə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi Gülçülük savxozu ərazisində baş verib. İttiham aktında göstərilib ki, həmən gün saat 21 radələrində Ayxanın atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək onu döyüb, hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Ayxanın anası buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətləri görüb, onun bu əməllərinin qarşısını almağa çalışır və o atası ilə əlbəyağı olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir. İstintaqla müəyyən edilib ki, o həmin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Bununla da Ayxan Vəlizadəyə qarşı cinayət məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.